Gəldik çatdıq Lavın Adrazıya. Saat indi 21:33. 5 dəqiqə sonra qatardan çatmalıdır. Rəmi xanımı götürüb aparacaq axşam vaxtı yataqxanaya. Ondan sonra da polis digər qeydiyyat işlərini keçəndən sonra işə başlayacaq inşallah. Gəldik çatdıq artıq. Dodlevskada yerləşəcəyik. Binanı mən sizə uzaqdan göstərdim. Bu bina olacaq. Burada yerləşəcəyik. Xanımı çəkmirəm. Bu binada olacaq. Otaqla bağlı görüm uzaqdan çəkəcəm, otağı çəkəcəm, baxarsınız. İnşallah sabahda bir günde yenə 2-3 nəfərimiz gələcək. Yerləşdirib çəkib video xəbərləyəcəm. Xanım çox üzünün görsənməyini istəmədi, ona görə üzürlü sayını çəkə bilmədim. Başı bağlı bir xanımdır. Burada yerləşdirdik. Salam, axşamınız xeyir. Axşam saat 22:45. İbrahim çatıb, gəlmişik İbrahimi götürməyə. Lavın Adrazının içərisindəyik. İbrahimi qarşılayandan sonra koordinatora təslim eləyəcəyik. Koordinator aparacaq. Sen çəkil. Ne var ne yok vəziyyət. Kesin əhval. Neyse ne işləyirsən. İbrahim gəldi çatdı. Gəldik çatdıq Lavın Adrazıya. Saat indi 21:33. 5 dəqiqə sonra qatardan çatmalıdır. Rəmi xanımı götürüb aparacaq axşam vaxtı yataqxanaya. Ondan sonra da Türkiyədən çıxandan sonra da təxminən Praqada 2 saat gecikməsi oldu. İndi gəlmişik qarşılayaq. Lavın Adrazının içərisindəyik. Lavın Adrazıda qarşılayandan sonra da aparacaq yataqxanaya. Yataqxana da Pilsen şəhərində olacaq. Gəldik çatdıq artıq. Dodlevskada yerləşəcəyik. Binanı mən sizə uzaqdan göstərdim. Bu bina olacaq. Burada yerləşəcəyik. Xanımı çəkmirəm. Bu binada olacaq. Otaqla bağlı görüm uzaqdan çəkəcəm, otağı çəkəcəm, baxarsınız. İnşallah sabahda bir günde yenə 2-3 nəfərimiz gələcək. Yerləşdirib çəkib video xəbərləyəcəm. Xanım çox üzünün görsənməyini istəmədi, ona görə üzürlü sayını çəkə bilmədim. Başı bağlı bir xanımdır. Burada yerləşdirdik. Burada inşallah ki buradan həm polis aparmaq, həm qeydiyyat məsələləri, həm iş məsələləri inşallah buradan həll olacaq. Oldu, gecəniz xeyrə qalsın, hələlik. Salam, hər vaxtınız xeyir. Bugün 12 yanvar vizasını alıb gəlmişik qarşılamağa. İnşallah qarşılayaq, videosunu çəkək. Bizdən Lavın Adrazıya gəlib Adrazıdan götürüb videosunu çəkəcəyik. Ondan sonra aparacaqlar evə, yataqxanaya. Oradan da inşallah gələcək polisə. Polisdən sonra da inşallah işte. Təxminən bu proses 1 həftə 10 gün aparır. Kart almağımız da 20 gün, 25 gün çəkir 2 illik kart almağımız. Demək olar Çexiya Avropada ən sürətli kart alınan ölkələrdən biridir. Yəni Polşada cəmaət 1 il, 2 il gözləyir. Başqa ölkələrdə isə ümumiyyətlə zavoda bağlı olsun. Amma Çexiyada 20 günə kart gəlir. Biz də Enur bəy qarşılayaq, video çəkəcəyik ətraflı. Gəlmişsən, mən də sana axtara, mən axtarsın, hava ne yok. Vəziyyət, keyfin əhval olacaq. Təzə çatmışsan, təzə çatmışsan. Enur bəy çatdı. Bizdən hava limanı, biz onun dəmir yolu vağzalının içərisindəyik. Götürürük inşallah. Enur bəy götürəcək, gələcək yataqxanaya. Yataqxanadan sonra bir həftə içərisində polisə gedəcək. Təxminən bir həftəyə işə çıxacaq. Bir həftə sonra işə çıxacaq. 20 gün içində oturum kartı, 2 illik oturum kartı gələcək. 6 ay zavodda işləyəndən sonra Çexiya daxilində istənilən iş yerindən iş yerini dəyişə bilər. Oldu, hələlik.